Ustanın yanına gəldi və xahiş etdi ki, onun bədənində şir şəkli çəksin. Tatu elətdirmək istəyirdi. Usta işinə başladı. İncidirdi, narahat edirdi. İynə batanda bədənə. Ustadan soruşdu. Bura şirin harasıdır? Dedi quyruğu. Dedi şirin quyruğunu çəkməyə ehtiyac yoxdur. Usta dedi baş üstə. İşinə davam etdi. Yenə də incidirdi iynə yerləri. Soruşdu. Ay usta, bura şirin harasıdır? Dedi başı. Dedi şirin başını çəkməyə də ehtiyac yoxdur. Bu rəvayəti Mövlana Rumi Məsnəvidə danışır. Təbii ki, təmsildir, daha doğrusu təmsil. Bu nə deməkdir? Bəzi insanlar həyatda uğur qazanmaq istəyirlər, amma əziyyətə qatlaşmaq istəmirlər. Əzizim, hər hansı bir hədəfə çatmaq istəyirsənsə, orada əziyyətlər var, əzablar var. Onu nəzərə almalısan və o əziyyətlərə qatlaşmalısan. Başqa çarən yoxdur. İnkişaf etmək istəyirsənsə, yolda çətinliklər var. Bunu mütləq nəzərə al. Sağ olun.